Arkadaşlar salam. Aziz izleyiciler, kanalıma hoş gelmişsiniz. Bugün sizlerle kamerada gördüğünüz klaviaturada harf yazacağız ve karşımıza yemeğe çıkacak. Mekanı değiştirək. Məncə bura yaxşıdır. Buraya. Buraya yaxşıdır. Yox, buraya yox. Buraya yaxşıdır. İndi istədiyimiz bir hərf ataq. Görək necə qəşəng bir yemək çıxacaq. Q. Bu biberli sos çıxdı. A. Çay çıxdı. Yəni kofe. Q. Ekler. Aha. Döner. Döner bunlar biraz boz elə bilir. Ama sos da bozdu. Sos oldu elə bilir. V. Azılı paketi bir şey çıxdı. Özümden bilib bilmədən sağa çıxdı. Hərflər basıram. Sadəcə. Bu arada bir hərfdən çox basanda eyni şeylər çıxmır. İndi hədiyyəyə baxaq. Hədiyyədən elə bir qutu çıxdı. Digər şeyimizə baxaq əziz izləyicilər. Görək digər yeməklərimiz necə olacaq. İnşallah bundan fərqli və qəşəng olar. Digər ikinci klaviaturaya keçdi. Mekanı dəyişdirək. Bayaq da məkanımız bu olsun. Əvvəlcə H basaq. T. Y. S. S-ya hamburger çıxdı bu arada. Yenə S basıram, fərqli şey çıxır. İki dəfə bir hərfdən basanda fərqli şeylər çıxır. Məncə bir səfər yəni idarə edir. Bir səfər fərqli oldu. Bir səfər yaxşı oldu. İndi hədiyyəmizə baxaq. Hədiyyə qutumuza. Hədiyyə qutumuzda da belə yeməyə qoymağa qab çıxdı. Üçüncü dəfə görək nə çıxacaq. Hər dəqiqəmiz var bu arada. Ona görə 23-cü dəfədən. Üçüncü dəfə D, R. Yenə R-ya basıram. Amma fərqli şey çıxır. Pizza. Bu arada bilmədim nəyə bastım pizza oldu. Elə belə özümü atıram. Qutardı haqqımız. Yenə yeməyə qoymağa nəysə çıxdı. 3 dəfə oldu. Məncə çox maraqlıydı. Amma mən ikincisini daha çox bəyəndim. İkincisində biraz sos falan bozdu aranı. Yəni desin biberli sosu ikincisində. Sizcə necə oldu? 3 dənə belə elədim. Sağ olun.